Mən bir sual da belə ünvanlamaq istəyirəm. Ölkə başçısının Çin səfəri başa çatan kimi Avropa Komissiyasının vitse-prezidentinin Azərbaycana səfəri. Bu əslində nə anlama gəlir? Mən istəyirəm buna bir aydınlıq gətirək. Beynəlxalq siyasətdə kim desə təsadüfən nəsə baş verir, bilin ki, yanlış yanaşmadır. Beynəlxalq siyasətdə, qlobal siyasətdə təsadüfən heç nə olmur. Təbii ki, Avropa İttifaqı, onun siyasi rəhbərliyi və şəxsən də təhlükəsizlik və xarici siyasi məsələlərinə ali nümayəndə Kaja Kallas çox gözəl fərqindədir ki, Azərbaycan dövləti, onun siyasi liderinin beynəlxalq aləmdə kifayət qədər böyük çəkisi var. Və yəqin ki, Kaja Kallas onun fərqindədir ki, bugün dövlətlərin böyüklüyü, onun ərazisinin böyüklüyü ilə, əhalisinin sayı ilə ölçülmür. Məsələn, İsrail dövlətinin xəritədə görmək mümkündür belə. Ərazisi də çox azdır. Amma bugün dünya siyasətində İsrailin öz yeri, çəkisi var, bu hər kəsə bəlli həqiqətdir. Və eyni məntiqlə Azərbaycan dövləti də böyük dövlət deyil, amma Azərbaycanın siyasi lideri böyükdür. Siyasi liderin addımları qlobaldır. Və qlobal sülhə və təhlükəsizliyə töhfə verən bir liderdir. Və Cənubi Qafqazda marağı olan dövlətlər fərqindədirlər ki, Azərbaycansa heç nə həllini tapa bilmir. Azərbaycanla dil tapa bilsən, kompromisə gələ bilsən, onun Azərbaycana münasibətdə beynəlxalq hüququnun tələblərinə uyğun davranış ortaya qoysan, onda strateji vəzifənin həlli mümkündür və Azərbaycan dövlətinin, onun siyasi liderinin Avropanın enerji təhlükəsindəki nəhəng rolunun fərqindədirlər. Çox böyük rolu var. Və xüsusilə indiki geosiyasi reallıqlar fonunda 2027-ci ilə qədər biz 20 milyard kubmetr qazla Avropa ölkələrini təchiz edəcəyik. Onun 10-una bu günləri biz qaz veririk. Dünyada 12 dövlətlər, onun 10-u isə Avropa İttifaqı ölkələri, onun elə 10-u ilə də bizim strateji tərəfdaşlıq münasibətlərimiz var. Belə dövlətlərlə heç münasibətli korlamaq olarmı? Hesab edirəm ki, Kaja Kallas da Avropa liderləri getdikcə daha çox bu həqiqəti dərk edirlər və həm də fərqindədirlər ki, Azərbaycan prezidentinin biz Çinə səfərini xalqımız diqqətlə izləyir. Amma inanın ki, eyni diqqətlə, bəlkə ondan da bir çox hallarda siyasi maraqlar kontekstində Avropa liderləri izləyirlər. Avropa liderləri fərqindədir ki, Çin dünyanın bu günləri ikinci qlobal gücüdür və bir çox hallarda Birləşmiş Ştatlarla ötməyə başlayıb. Və Çin hədəfləri olan dövlətdir və hədəflərinə çatır. Və belə bir dövlətdə Azərbaycan prezidentinin olan ehtiramı, ona olan diqqəti, o qarşılama səhnələrini görürdünüzsə, o kadrları çox diqqətlə elə xanım Kaja Kallas izləyib. O görüb ki, Çinin siyasi lideri cənab Xi Jinping Azərbaycan prezidenti cənab İlham Əliyevə necə böyük diqqət ayırır, necə böyük hörmətlə yanaşır, izzətlə yanaşır, hansı yüksək səviyyədə münasibətlər qurulur. Münasibətlərimiz strateji tərəfdaşlıq idi, indi hər tərəfli strateji tərəfdaşlıq olur. Bunun hamısını görürlər, özləri üçün nəticələr çıxarırlar, özləri üçün baxışlarında dəyişikliklər eləyirlər və fərqində olurlar ki, yaxşı biz Azərbaycana münasibətdə ignor siyasəti həyata keçirir, Azərbaycana münasibətdə təzyiq siyasəti həyata keçirir. Azərbaycan üçün bunun heç bir mənası, heç bir əhəmiyyəti olmur. Azərbaycan gün hansı dövlətlərlə əməkdaşlıq eləyir. Və bugün Avropa İttifaqı özü Çinlə münasibətlərin genişlənməsində, dərinləşməsində hamıdan çox maraqlıdır. Və indi Çin liderinin Azərbaycan prezidentinin olan münasibəti ilə Çin liderinin Avropadan gələn liderlərin münasibətini müqayisə edirlər. Nəticələr çıxardırlar. Ona görə hesab edirəm ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi xanım Kaja Kallasın Azərbaycana səfəri aparılan danışıqlar və burada ikitərəfli münasibətlərimizin gələcəyi ilə bağlı Avropa İttifaqı Azərbaycan arasında bir mühüm strateji əhəmiyyətli bir saziş imzalanmalıdır. 90-95% məsələlər arasında razılaşdırılıb. Bütün bunlar nəticə etibarilə rəsmi Bakı, rəsmi Brüssel münasibətlərini keyfiyyət yeni mərhələyə çıxarda bilər. Bundan hər iki tərəf uduşlu vəziyyətdədir. Biz bunu istəyirik, bu bizim siyasətimizdir və müsbət cəhədə olur ki, nəhayət ki, Avropanın siyasi liderləri də bu həqiqəti Azərbaycan regionda, regionundan kənarda, beynəlxalq aləmdə, beynəlxalq meridianlarda rolunu, əhəmiyyətini getdikcə daha çox dərk etməyə başlayırlar və bu reallıqdan irəli gələrək öz xarici siyasətlərində Azərbaycanın münasibətini müəyyən, pozitiv korrektivlər etməyə başlayırlar.